Gəlin bugün bir yerdə daha bir fərqli meyvəni yoxlayaq. İlan meyvəsi adlanan bu meyvə ümumiyyətlə deyilənə görə həm yaddaşı gücləndirir, həm də toxluq hissi verir. Arıqlamaq istəyənlər bu meyvədən istifadə edə bilərlər. Adı nəyə görə ilan meyvəsidir? Üzərinə baxdığımız zaman görərik ki, üz qabığına baxın, sanki ilan dərisini xatırladır. Gəlin dadına baxaq. Baxın, bu formada soyulur. Biraz soyaq. Baxın, sanki ilan qabığıdır. Neyse, tutaq ki soyuq. Birini çıxardırıq. Baxın, bu formadadır. Qəribə bir iyi gəlir, qoxusu var. Gəlin dadına baxaq. Dadı məncə qəşəngdir, bir növ yemişi xatırladır. Sanki yemişi yeyirik, sadəcə yemişdən daha şirindir məncə. Ümumi götürsək dadı çox əladır. Tərlan belə deyir.